Beyin ən çox araşdırılan, lakin ən az kəşf olunan orqandır. Bəzən onu kompüterdə adlandırırlar. İnsanlar həyatları boyu çoxlu məlumat qəbul edirlər. Bu məlumatları beyin təsnifləşdirərək istifadə edilməyən informasiyanı tədricən silməyə başlayır. Beynimiz düşünmə, şuur, hisslər, hərəkətlərin idarə olunması, yuxunun təmin olunması, planların qurulması, hadisələrə münasibət və bir çox funksiyaları yerinə yetirir. Beyin iki yarımkürədən ibarətdir və bu yarımkürələr müxtəlif əməliyyatları yerinə yetirirlər. Sağ yarımkürə xəyallar qurmaq, rəsm çəkmək, musiqi bəstələmək və bu tip yaradıcı işləri yerinə yetirərkən, sol yarımkürə isə məntiq, hesablama, analiz etmə qabiliyyətlərini özündə əks etdirir. Beynimizin sağ və sol yarımkürələrinin funksiyalarının və yaddaşın güclənməsi üçün nələri etmək lazım olduğunu nəzərinizə çatdırırıq. 1. Oturaq həyat tərzi keçirən insanlarda yağlar yanmadığından damarlarda yığılaraq qan dövranı üçün maneə yaradır. Bu səbəbdən də beyinə lazımi qədər oksigen çatmadığından beyin fəaliyyətinin səviyyəsi aşağı düşür. Gün ərzində 30 dəqiqəlik idman bu problemi həll edər. 2. Spirtli içkilərdən, şirniyyatdan və yüksək miqdarda duzdan istifadədən imtina edin. Çünki bu məmulatlar neyronları zədələyir və öldürür. 3. Təmiz qazsız su için. Su içmək bədəndəki toksin və şlakların xaric olunmasına, beynin iki yarımkürəsi arasında əlaqənin güclənməsinə kömək edir. Həm də hüceyrələrimizin əsasən sudan ibarət olduğuna və qanımızın plazmasının da su ilə təmin olunmalı olduğunu düşündükdə, suyun orqanizmimiz və beynimiz üçün nə qədər faydalı olduğunu bir daha başa düşürük. Hər 30 kiloqramlıq çəki üçün 1 litr su içmək lazımdır. 4. Yatmaq beynin fəaliyyətinin artmasına böyük təsir edən amillərdəndir. Ona görə təxmini olaraq 8 saat yatmaq lazımdır. Əgər bu qeyd edilənlərə əməl olunarsa, bu zaman yaddaşınız və beyin fəaliyyətiniz yaxşılaşacaq, məlumatları daha tez yadda saxlaya biləcəksiniz. Tez yorulmayacaqsınız, daha məsuldar olacaqsınız. Videonu izlədiyinizə görə təşəkkürlər. Yeni videolardan xəbərdar olmaq istəyirsinizsə, kanalımıza abunə olmağı unutmayın.